Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. İnşallah Muaviyyənin şərab məclisindən danışacağıq. Əhl-i Sünnənin 4 məzhəb imamlarından biri olan Əhməd bin Həmbəl özünün Əl-Musnad əsərində belə yazır. Zeyd İbn Hübbab Hüseyndən, o da Abdullah bin Bureydədən belə nəql edir. Mən və atam Muaviyyənin yanına gəldik. Bizi xalçanın üstündə əyləşdirdi. Sonra yemək gətirdilər. Yedik. Sonra şərab gətirdilər. Muaviyyə şərab içdi, sonra atama verdi və dedi: Rəsulullah haram etdiyindən bəri heç içməmişəm. Daha sonra Muaviyyə dedi: Qureyşin ən gözəl və ən təbəssümlüsü mən idim. Süd içmək və ya gözəl söhbət edən insanla danışmaq kimi ləzzət aldığım heç bir şey yox idi. Şüeyb Əl-Ərnuvad hədisin sənəti barədə belə yazır. Sənəti güclüdür. Əhməd bin Həmbəl Əl-Musnad cild 38, səhifə 25-26, hədis 22941. Ər-Risalə Təhqiq Şüeyb Əl-Ərnuvad. Hədis hafizlərindən olan Nuruddin Əl-Heysəmi bu rəvayəti öz kitabında qeyd etdikdən sonra yazır. Bu hədisi Əhməd nəql etmişdir. Raviləri səhih hədis raviləridir. Muaviyyənin sözlərində bir şey deyiləcək sözlər var idi, tərk etdim. Əl-Heysəmi Məcmuəl-Zəvaid və Mənbəül-Fəvaid cild 5, səhifə 43, hədis 8022. Deməli belə, Muaviyyənin davamçıları hədisin sənətini rədd edə bilmədikləri üçün bir sıra təvillərə baş vurmuşlar. Belə ki, onlar rəvayətdə gələn şərabın haram içki olmadığı iddiasını irəli sürərək dayılarını müdafiə etmək istəmişlər. Bəziləri isə rəvayətin tamam ziddinə gedərək Muaviyyənin şərab əvəzinə məhsud və ya ayran içdiyinə iddia etmişlər. Fəqət rəvayətin özü bu iddiaları darmadağın etməkdədir. Rəvayətdə oxuduq ki, şərab gətirdilər. Muaviyyə şərab içdi, sonra atama verdi və dedi: Rəsulullah haram etdiyindən bəri heç içməmişəm. Muaviyyənin Abdullah bin Bureydənin dilindən nəql olunan Rəsulullah haram etdiyindən bəri heç içməmişəm sözləri heç bir açıqlama ehtiyac qalmadan açıq-aydın dəlildir ki, burada qəsd edilən şərab Peyğəmbərin sünnəsində haram edilən şərabdır. Allah Rəsulu şərab içən şəxslər barəsində belə buyurur. İbn Ömərdən rəvayət olunur ki, Allah Rəsulu demişdir: Şəraba, onu içənə, süzənə, satana, alana, şirəsini sıxaraq hazırlayana, hazırlanmasını tələb edənə, daşıyana və daşınmasını tələb edənə Allah lənət etsin. Nuruddin Əl-Əlbani hədisin sənəti barəsində yazır. Səhihdir. Sünən Əbu Davud cild 2, səhifə 350, hədis 3674. Deməli, Muaviyyə şərab içdiyinə görə Allahın lənətinə düçar olmuşdur. Allah Quranda lənət etdiyi şəxslər barəsində belə buyurur. Onlardır Allahın lənət etdiyi kəslər. Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən. Nisa surəsi ayə 52. Sədəqallahu aliyyul azim.